Qəbula qədər fizikanı təkrarlayırıq. Bu gün danışacağım impuls və enerjidən. İki tip impuls adı eşidə bilərsiniz. Biri cismin impulsu, biri qüvvə impulsu. Cismin impulsu P bərabərdir mv düsturu ilə tapılır və cismin sürətinin istiqamətində yönəlir. Cisim əgər sürətini dəyişərsə, bu zamanda qüvvə impulsu ortalığa çıxır. Bunun ikinci adı da impuls dəyişməsidir. Delta P bərabərdir ft düsturu ilə tapılır. Burada delta P-nin törəməsi həmçinin bizə qüvvəni də verir. Bizə ft qrafiki verəndə də fiqurun sahəsi yenidən impulsu verir. Həmçinin qüvvə impulsu da cismə təsir edən qüvvənin istiqamətində və yaxud da təcrid istiqamətində yönəlir. Enerji isə cismin iş görmə qabiliyyətini xarakterizə edən kəmiyyətdir. Yəni bizim nə qədər çox enerjimiz varsa, o qədər çox iş görə bilirik. Enerjinin çox növü var. Bizim bu gün danışacağımız mexaniki enerjidir. Kinetik və potensial olmaqla iki yerə bölünür. Kinetik enerji sırf cisim hərəkət halında olanda var olan enerjidir. Düsturlar bu formada olur. Potensial enerji isə qarşılıqlı təsirin enerjisidir. Məsəl üçün sıxılmış və yaxud da dartılmış yay, burada yayın hissələri bir-biri ilə qarşılıqlı təsirdə olur. İtələmə və cəzbetmə təsirlərində olur. Burada bizim düsturlarımız bu formada olacaq. Bir də cismi hündürlüyə qaldıranda əmələ gələn potensial enerji var. Bu da cisimlə yer arasındakı qarşılıqlı təsir zamanı əmələ gələn potensial enerjidir. Düsturu Y bərabərdir mgh formasında olur. Tam mexaniki enerji isə cismin kinetik və potensial enerjilərinin cəminə bərabər olur. İdeal şəraitdə isə biz tam mexaniki enerjini sabit götürürük. Qəbula qədər bütün fizika proqramını təkrarlamaq üçün məni izləməyi yaddan çıxartma. Hələlik.